Mövzu vilayət ayəsi. Qeyd edək ki, vilayət ayəsi şiyyələrin Quranda ən güclü hesab etdikləri dəlildir. Şeyx Tayfə Ət-Tusi deyir, Quranda onun imamlığına dair nassa gəldikdə isə, buna dəlalət edən ən güclü dəlil Allahın, Teala bu sözləridir və sonra vilayət ayəsini zikr edir. Əl-Hilli Minhəcül Kəramə kitabında bu ayəni birinci burhan olaraq qeyd edir. Burhan sözü, məlum olduğu kimi, İslam alimlərinin terminologiyasında dəlaləti qəti və ya güclü, aşkar olan dəlillərə deyirlər. Biz bunun həqiqətən də burhan olub-olmadığına baxacağıq. Əl-Kuleyni Əl-Kəfi kitabında İmam Muhammed Əl-Baqirdən belə dediyini rəvayət edir. Allah Teala Peyğəmbərinə Əli üçün vilayət təyin etməyi əmr etdi və ona bu ayəni nazil etdi. Sizin vəliyiniz ancaq Allah, onun rəsulu və iman gətirənlərdir ki, namaz qılar və rükû halında zəkat verərlər və onların üzərində olanların vilayətini vacib etdi. Onlar bunun nə olduğunu bilmirdilər. Buna görə də Allah Peyğəmbərinə vilayəti onlara izah etməyi əmr etdi. Necə ki, namazı, zəkatı, orucu və həcci izah etmişdi. Bu əmr Allahdan gələndə Allahın elçisinin ürəyi sıxıldı və onların dinindən dönəcəyindən və onu yalançı hesab edəcəyindən qorxdu. Beləliklə ürəyi sıxıldı və Rəbbinə müraciət etdi. Sonra Allah ona bu ayəni nazil etdi. Ey elçi, Rəbbindən sənə nazil ediləni çatdır. Əgər etməsən, onda onun risalətini çatdırmamış olarsan və Allah səni insanlardan qoruyacaq. Maidə surəsi 67-ci ayə. Beləliklə Allahın əmrini yerinə yetirdi və Qədir Xum günündə Əlinin vilayətini elan etmək üçün ayağa qalxdı. O cəmaat namazını elan etdi və insanlara, orada olmayanlara məlumat verməyə əmr etdi. İmam Muhammed Əl-Baqir dedi, fərziyələr bir-birinin ardınca nazil oldu və vilayət ən son fərziyə idi. Sonra Allah Teala bu ayəni nazil etdi. Bugün sizin üçün dininizi kamil etdim və sizə olan nemətimi tamamladım. Maidə surəsi 3-cü ayə. İmam Muhammed Əl-Baqir dedi, Allah Teala buyurur, bundan sonra sizə başqa fərziyə nazil olmayacaq. Fərziyələri sizin üçün kamil etdim. Beləliklə də bu rəvayətdən anlayırıq ki, vəlayət fərziyəsi Maidə surəsindəki vilayət ayəsi ilə endirilmiş ən son fərzdir. Bu argumentin özünü müzakirə etmək üçün hər şeydən əvvəl ayəni şiələrin özlərinin anladıqları mənada təqdim edirik. Şiələrin anlayışına görə ayənin mənası belədir. Sizin vəliniz yalnız Allah, onun elçisi və iman gətirənlərdir. Onlar ki, namaz qılır və rükuda ikən sədəqə verirlər. Şiələr iddia edirlər ki, bu ayədə vəli sözü ilə qəsd olunan məna hakim, idarə edən xəlifədir. Beləliklə də möminlərin üzərində hökm etmək, idarə etmək haqqı yalnız Allaha, onun elçisinə və bəzi sifətləri özündə daşıyan möminlərə aiddir. Şiələr həmçinin əlavə edirlər ki, burada möminlər sözü cəm olaraq gəlsə də, qəsd olunan tək bir nəfərdir. Çünki namaz qılan və rükû halında sədəqə verən şəxs tarixdə bir nəfər olub və o, Əli ibn Əbi Talibdir. Əl-Əlləmə Əl-Hilli Kəşfül Murad kitabında yazır ki, təfsir alimləri bu ayədəki muradın Əli olmasında ittifaq ediblər. Minhəcül Kəramə kitabında isə iddia edir ki, ayənin Əli haqqında nazil olmasında icma ediblər. Baqir Şərif Əl-Qureyşi isə yazır ki, sünni və şiə təfsir və hədis alimləri ittifaq ediblər ki, ayə möminlərin əmri Əli haqqında nazil olub. Bu sözün eynisini iqraqlı şiə alimi Abdullah Şübbər Həqqur Yaqin kitabında dayır. Həmçinin İbrahim Əl-Musəvi Əz-Zəncani Ən-Nəcəfi də iddia edir ki, sünni və şiə təfsir və hədis alimlərinin hamısı ayənin Əli haqqında nazil olmasında ittifaq ediblər. Və əlavə edir ki, bu 6 səhih kitabda zikr olunur. 6 səhih kitab ilə çox ehtimal ki, Əhl-i Sünnətdəki 6 hədis kitabını qəsd edir, beləliklə də bunun hətta Əl-Buxari və Müslimin Əs-Səhih kitablarında da keçdiyini iddia etmiş olur. Müracaat kitabının sahibi Abdülhüseyn Şərəfuddin Əl-Musəvi də yazır ki, təfsir alimləri ayənin Əli haqqında nazir olmasında ittifaq ediblər. Bu, mübaliğəli iddialar haqqında qarşıda söz açılacaq. Şiə alimlərinin ayədən dəlil çıxarmaq metodları bir neçə addımla baş verir.
Əvvəlcə isbat etməyə çalışırlar ki, ayədə rükû halında zəkat verənlər sözü məhz fiziki olaraq namazda sədəqə verənlər deməkdir. İkinci addım olaraq bu nəticədən hərəkətlə ayənin bütün möminlər haqqında ola bilməyəcəyini söyləyirlər, çünki bütün möminlər rükû halında sədəqəyə vermirlər. Bu addımı isbat etdikdən sonra ayədəki vəli sözünün dost mənasında olmadığını irəli sürürlər və deyirlər ki, əgər dost mənasında deyilsə, o zaman mütləq hakim, imam, idarə edən mənasında olmalıdır. Misal üçün, ikinci addımı isbat etmək üçün Əş-Şərif Əl-Mürtədə deyir. Ayədə vali kəlməsinin imamət mənasında olduğunu göstərən dəlil budur ki, əvvəlcə iman gətirənlər ifadəsinin ümumi mənada bütün möminlərə aid olmadığı, əksinə bir hissəsinə aid olduğu sabit olmuşdu. Bu, xüsusi bir sifətə malik olan müəyyən bir şəxsdir, yəni rükû halında zəkat verən şəxsdir. Biz bilirik ki, ikinci sifət, yəni rükûda zəkat vermək bütün möminlər üçün ümumi deyil. Ayənin bütün möminlərə deyil və müəyyən bir qisminə aid olduğu sabit olduqda və Allah Taala'nın vəhyi ilə bizə bildirərək həmin mömini bizə vali, yəni vəli təyin etdiyi məlum olduqda bu hal xüsusiləşməni tələb edir. Çünki innəmə ifadəsi zahiri mənası etibarilə yalnız bu şəxsi nəzərdə tutur və başqalarının bu sifətə daxil edilməsini inkar edir. Bu addımı təqdim etdikdən sonra Əş-Şərif Əl-Mürtədə deyir. Buna görə də ayədəki vali kəlməsindən məqsədin imamət və idarə etməyə xas olan bir mənaya qayıtması vacibdir. Çünki bu kəlmənin ehtimal edə biləcəyi digər məna, yəni dində dostluq və sevgi heç bir xüsusliyə malik deyil və möminlərin hamısı bu mənada ortaqdır. Quran da bunu açıq şəkildə belə ifadə etmişdir. Mömin kişilər və mömin qadınlar bir-birinin dostlarıdır. Tövbə surəsi 71-ci ayə. Beləliklə də kəlmənin dində dostluq mənasında olması batil olduqda, onu bizim izah etdiyimiz mənaya yönəltmək vacibdir. Çünki bundan başqa heç bir ehtimal mövcud deyil. Beləliklə də gördüyümüz kimi ayənin ümumilikdə imamətlə bağlı olduğunu, xüsusilə də Əlinin xəlifəliyinə aid olduğunu sübut etməkdən ötürü Əş-Şərif Əl-Mürtədə kimi böyük bir alim kompleks təhvil əməliyyatlarından keçməlidir. Çünki ayədən birbaşa bir məna çıxarmaq mümkün deyil. Əksinə, ayə zahiri və məzmunu ilə dostluq və sevgi mənalarına dəlalət edir. Şiə alimin qarşısına qoyduğu birinci hədəf bu aşkar mənaya şübhə gətirmək, daha sonra gizli mənanı bir neçə addımla isbat etməyə çalışmaqdır. Bu, hər şeydən əvvəl bu ayəni gizlin dəlil hesab edən şiə alimlərini başa düşməkdə bizə kömək edir. Gördüyümüz kimi şiələrin üslubundan anlaşılır ki, ayə özlüyündə Əlinin xəlifəliyinə dəlalət etmir, lakin ayənin nazil olma səbəbi haqqında gələn xəbərlər əsasında bu mənaya dəlalət edir. Ona görə də bu nöqtədəki bəhsimiz əslində hədis bəhsi olmalıdır. Lakin hədis bəhsinə keçmədən əvvəl ayənin özü haqqında bəzi maraqlı və əhəmiyyətli nöqtələrə toxunmaq lazımdır. Çünki bir ayəni doğru anlamaq üçün mütləq onun məzmununa baxmaq lazımdır. Həmçinin Quranın üslublarına vaqif olmaq lazımdır. Ona görə də hər şeydən əvvəl gəlin birlikdə ayənin siyaqına, yəni məzmununa fikir verək. Görək, həqiqətən də ayənin məzmunu, ayədəki vəli sözünün hakimiyyət, xəlifəlik mənalarına dəlalət etdiyini, yoxsa dostluq, himayəgərlik, sevgi mənalarına dəlalət etdiyini dəstəkləyir. Allah təbarəkə və təala buyurur. Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri dost tutmayın. Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz. Maidə surəsi 51-ci ayə. Sən qəlbində xəstəlik olanların, qorxuruq ki, başımıza bir fəlakət gələ, deyərək onların arasında vurunduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə bəxş etsin və ya dərgahından bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar. Maidə surəsi 52-ci ayə. İman gətirənlər isə deyəcəklər, sizinlə bərabər olacaqlarına dair Allahın adı ilə möhkəm and içənlər bunlardırmı? Onların əməlləri puça çıxdı. Özləri də ziyana uğrayanlardan oldular. Maidə surəsi 53-cü ayə. Ey iman gətirənlər, sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə
özünün sevdiyi və onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan bir cəmaət gətirər. Bu Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi əhatə edəndir, biləndir. Maidə surəsi 54-cü ayə. Bu ayələri qeyd etdikdən sonra Allah Təbaraka və Teala vilayət ayəsini zikr edir. Bura qədər keçən ayələrdən biz yalnız himayə, dostluq və sevgi mənalarını görürük. Hakimiyyət və xəlifəlik haqqında heç bir açıq söz və ya işarə yoxdur. Daha sonraki ayələrdə Allah buyurur: kim Allahı, onun elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. Ey iman gətirənlər, sizdən əvvəl kitab verilənlərdən dininizi ələ salıb oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun. Beləliklə də vilayət ayəsinin məzmunu, yəni özündən əvvəlki və sonraki ayələr himayə, dostluq və sevgi mənalarından danışır. Ona görə də bu ayəni tərcümə edən müsəlmanlar və ya qeyri-müsəlmanlar ayədəki vəli sözündən dost və himayədar mənasını başa düşüblər. Sizin dostunuz yalnız Allah, onun elçisi və iman gətirənlərdir. Qeyri-müsəlman tərcüməçilərdən rusların Kraçkovskisini misal verə bilərik. O da eyni mənada tərcümə edir. Həmçinin məşhur İngilis orientalist George Sale də öz tərcüməsində ayəni belə qeyd edir: Verily your protector is God and his apostle, and those who believe. Bu məna məzmundan çox aşkar anlaşılır. Əgər digər dillərə də nəzər salsaq, eyni nəticə ilə qarşılaşacağıq. Ona görə də Fəxruddin Ər-Razi deyir ki, əvvəlki ayələrdə kafirləri dost edinməyi qadağan etdiyi üçün bu ayədə sevilməsi vacib olan kəsləri dost etməyə əmr edir. Əş-Şərif Əl-Murtadanın ayənin Əli haqqında olduğunu isbat etmək üçün seçdiyi arqumentlər də ən yumuşaq dildə desək, mübahisəlidir. O deyir ki, ayənin möminlərin əmri barəsində onun rükû halında üzüyünü sədəqə verməsinə görə nazil olması haqqında xəbərin iki fərqli tayfanın nəqli ilə həm Əl-Ammə, yəni sünnilər, həm də Əl-Xassə, yəni şiələr tərəfindən varid olması bunun dəlillərindəndir. Beləliklə də müzakirəmizin müqəddimələrindən biri də budur. Yəni ayənin Əli haqqında nazil olmasını isbat etmək önəmlidir. Bu ayənin Əli haqqında nazil olmasında təfsir alimlərinin ittifaq etməsi ilə bağlı iddialara gəldikdə isə bunun yalan olması aşkardır. Təfsir kitablarında kiçik bir gəzinti bizə bunun yalan olmasını göstərir. İbn Atiyyə, Əl-Fəxr Ər-Razi qeyd edir ki, müfəssirlərin əksəriyyəti bunu Əliyə xas etmirlər. İmam Muhammed Əl-Baqirdən səhih isnadla sabit olub ki, bu ayə Əliyə xas deyildir, ümumən möminlərə aiddir. Ət-Təbəri deyir ki, Əbu Cəfər, yəni İmam Baqirdən bu ayə haqqında soruşdum və dedim ki, iman edənlər kimdir? Dedi ki, iman edənlərin hamısıdır. Dedi ki, bizə ayənin Əli İbn Əbi Talib haqqında nazil olmasına dair xəbər çatıb. Dedi ki, Əli də iman edənlərdən biridir. İbn Əbi Hatim Ər-Razi də eyni rivayəti nəql edir. Təfsir alimlərinin ən böyükləri, ən məşhurları bu ayənin Əliyə xas olaraq nazil olmadığını, əksinə bütün möminlər haqqında gəldiyini deyirlər. İbn Həcər Əl-Heytəmi deyir ki, həmçinin onların bu ayənin Əli haqqında nazil olmasında icma etməklərinə gəldikdə isə bu da batildir. Belə ki, Əl-Həsən bunun bütün möminlər haqqında ümumi mənada olduğunu deyir. Əl-Bəqir də bu nöqtədə onunla razılaşır. Biz təfsir alimlərimizdən sitatlar gətirərək bu sətirlərin sayını ciddi şəkildə çoxalda bilərik. Lakin məqsədimiz oxucunu yormaq deyil. Əlbəttə ki, sünnəti əhli içində təhqiq əhli sayılmayan alimlərdən bu ayənin Əli haqqında nazil olduğunu deyənlər olub. Lakin onlar təfsir kitablarında şiə və ya zəif ravilərin hekayət etdikləri rivayətlərə əsaslanıblar.
Bu rivayətlər haqqında qarşıda söz açılacaq. Ayətdə innəma ilə məhdudiyyət mənasının gəlməsi heç bir şəkildə bunun möminlərdən kiçik bir qrupa və ya bir nəfərə aid olmasına dəlalət etməz. Çünki məzmundan da anlaşıldığı kimi burada xüsusiləşdirilənlər həqiqi möminlərdir. Ayənin dəlaləti münafiqləri və münafiqlərin dostları olan qeyri-müsəlmanları vəli, dost, himayədar olmaqdan çıxarar. Əl-Xazin yazır ki, bu sifətləri zikr etməklə qəsd olunan məna möminləri münafiqlərdən ayırmaqdır. Əz-Zəməxşəri də bunu təsdiqləyir. Bu mənanı dəstəkləyən tərəf budur ki, ayədə sadəcə olaraq namaz qılanlar və zəkat verənlər vəsfi keçmir. Namaz qılanların və zəkat verənlərin rükû halında olduqları qeyd olunur. Rükû halında olmaqları isə qəlbən tam təslimiyyət deməkdir. Məlumdur ki, ayədəki rükû sözünü xeyli sayda müfəssir xudu' mənasında, yəni təslimiyyət mənasındakı bir boyun əymək olaraq təfsir ediblər. Nəcmuddin Ən-Nəsəfi, Əl-Beydavi, Əbul-Hayyan Əl-Əndəlusi və başqaları qeyd edir ki, rükû burada xudu', yəni təslimiyyət mənasındadır. Böyük Mötəzili təfsir alimlərindən Əbu Muslim bin Bəhr Əl-Əsfəhani də təfsirində rükû sözünün ayədə təvazu və təslimiyyət mənasında olduğunu deyir. Əl-Qadi Əbdülcəbbar Əl-Muğni kitabında bunu təsdiqləyərək buyurur. Bu ifadənin mənası belə də ola bilər ki, onlar zəkat verirlər və bu işi təvazökarlıq və itayətkarlıq yolu ilə edirlər. Halbuki, namaz qılarkən, xüsusən də rükû halında, zəkat vermək öyülən bir xüsusiyyət deyil. Çünki rükû halında olan bir insanın əsas diqqəti və niyyəti etdiyi ibadətə yönəlməlidir. O zaman necə olur ki, ayə onların istədikləri mənaya həml olunur, halbuki ayənin ümumi mənasının qorunmasını təmin edəcək bir izahı qəbul etmək, onu dar mənaya salan bir yozundan daha düzgündür. Əş-Şərif Əl-Murtaza bununla razılaşmır və rükû kəlməsinin həqiqi mənasının məhz xüsusi bir bədən hərəkəti olduğunu deyir. Əş-Şərif Əl-Murtazanın dedikləri ilə razılaşmayan sünnət əhli deyir ki, əksinə, Quranda rükû sözü həmişə şəriət örfündəki mənasında işlənmir. Cahiliyyə şairlərindən Əl-Ədbət bin Qurayi Əs-Səadi bir şeirində rükû edəsən ifadəsini zəlil olasan mənasında işlədib. Bir çox ərəb dili və təfsir alimləri, o cümlədən İbnül Fəras, Əl-Qurtubi, İbn Mənzur və Əbu Hayyan rükû sözünün lüğətdəki əsl mənasının zəlil olmaq, təslim olmaq və təvazökarlıq olduğunu təsdiqləyiblər. Ət-Tabəri və Əl-Mavardidə İsam bin Ubeyd Əz-Zimməninin şeirindən misal gətirərək eyni nəticəyə gəlirlər. Allah Taala Məryəmə deyir ki, ey Məryəm, Rəbbinə itayət et, səcdəyə qapan və rükû edənlərlə birlikdə rükû et. Ali İmran surəsi 43-cü ayə. Əgər yəhudilərin namazında rükû yoxdursa, o zaman bu ayədəki rükû mənasının təslim olmaq, mütəvazi şəkildə Allaha tabe olmaq mənalarına gəldiyi aşkardır. Şiə alimi Ət-Təbərsi də onların namazlarında rükû olmayıb deyə yazır. Nasir Məkar Məşşirazi də bunu təsdiqləyir. Allah buyurur, onlara rükû edin dedikləri zaman onlar rükû etmirlər. Mürsələt surəsi 48-ci ayə. Bir çox təfsirçi, o cümlədən Əl-Kirmani, Ən-Nəsəfi və Əbu Hayyan buradakı rükûnun itayət edin, təslim olun, təvazökar olun mənasında olduğunu deyir. Allah Davuddan xəbər verərək deyir ki, Davud tövbə elədi, o uzandı və səcdəyə qapandı. Sad surəsi 24-cü ayə. Məlumdur ki, ayədə rükû edərək çöktü sözləri keçir və təfsir alimləri buradakı rükû sözünü səcdə olduğunu anlayıblar. Rükû sözünün vilayət ayəsində təslimiyyət mənasında gəldiyini təsdiqləyən qərinələrdən biri də budur ki, özündən əvvəlki ayədə Allah möminlərə qarşı mülayim olmaqla vəsf edir və ərəb dilində bunun üçün zəlil sözü işlənir. Yəni, möminlərə qarşı münasibətdə zəif, mütəvazi və təslimiyyət içində olurlar. Bütün bunlar şübhəsiz ki, göstərir ki, rükû sözü, həmçinin səzdə sözü Quranda müxtəlif mənalarda işlənmişdir. Beləliklə də ayədə innəma ilə məhdudiyyət gələnlər qəlbləri təslim olmuş şəkildə
namaz qılıb zəkat ödəyənlərdir. Əgər desələr ki, rüku sözünü xuşu və təslimiyyət mənalarına həml etmək məcazdır, buna iki cür cavab vermək olar. Birincisi, lüğətdəki əsl məna haqqında ixtilaf var. İkincisi, rüku sözünün məcaz olduğunu qəbul etsək belə, ayənin zahiri buna daha çox dəlalət edir. Nəinki namazda fiziki olaraq əyilib zəkat vermək mənasına. Əbu Hayyan Əl-Əndalusi də bunu təsdiqləyir. Biz deyirik ki, rüku sözünün Quranda fərqli mənalarda gəldiyini göstərdik. Lakin şiə təvili bir çox sözü zahiri mənasından çıxarmağı tələb edir. İman gətirənlər cəm formasını tək nəfərə, zəkat sözünün fərzdən sədəqəyə, zaman bərabərliyini ardıcıllığa və davamiyyəti ifadəsinə tək hadisəyə çevirmək kimi. Bütün bunlar dəlilsiz məcazlardır. Şiə alimlərinin ən böyüklərindən Şeyx Əl-Müfid özü deyir ki, hər kim Quranı heç bir qəti hüccət olmadan həqiqi mənasından uzaqlaşdıracaq şəkildə təvil edərsə, bununla batillə bulanmış, haram iş görmüş və zəlalətə düşmüşdür. Bunları qeyd etdikdən sonra əlinin vüku halında sədaqə verməsi iddiasına baxmağımız lazımdır. Çünki şiələrin əsaslandıqları ən əsas dəlil budur. Yuxarıda gördük ki, onların bu barədəki icma iddiası çürük və yalandır. İddia etdikləri rəvayətlərə gəldikdə isə, bu barədə həm sünnət əhlinin, həm də şiələrin kitablarında rəvayətlər keçir. Sünnət əhlinin kitablarında keçən rəvayətlərə gəldikdə isə, bu barədəki rəvayətləri Ət-Təbəri təfsirində və başqaları öz kitablarında gətirir. Lakin bu rəvayətlərin heç biri səhih deyildir. Ət-Təbərinin Əs-Suddidən gətirdiyi rəvayət, Əs-Suddinin özü haqqında ixtilaf olsa da, onun təfsirinin isnadının problemli olduğu bilinir. Qalib bin Ubeydullahdan gələn rəvayət isə yalandır. Çünki İbn Həcər onun hədis uydurmaqla tanındığını yazır. Əmmar bin Yasirdən gələn rəvayətin sənədindəki Xalid bin Yezid Əl-Umari yalancı ravidir. Sələmə bin Kuheyldən gələn rəvayət mürsəldir. Çünki o, Hicri 47-ci ildə doğulub və hadisəyə şahid ola bilməz. İbn Abbasdan gələn rəvayətlər də zəifdir. Əd-Dəhhakin ondan rəvayəti qopuqdur. Çünki o, İbn Abbası görməyib. Əl-Kəlbinin rəvayəti isə etibarsızdır. Çünki o, yalancılıqda ittiham olunub. Abdülvəhhab bin Mücahidin rəvayəti də eyni şəkildə etibarsızdır. Ona görə də İbn Kəsir bu rəvayətləri zikr etdikdən sonra deyir ki, bunlardan heç biri sənədlərinin zəifliyinə və ravilərinin məchul olmasına görə səhih deyildir. Şiələrin öz kitablarında gətirdikləri rəvayətlərə gəldikdə isə, bu barədə onların kitablarında da səhih xəbər yoxdur. Biz bunu isbat etmək üçün bu xəbərləri qeyd etməyə ehtiyac görmürük. Çünki şiələrin öz aralarından bir şahid bu məqamda kifayət etməlidir. Şiə alimlərindən Muhammed Asif Əl-Muhsini bununla bağlı yazır ki, bu babda bizim rəvayət yolları ilə gəlmiş sənəd baxımından mötəbər bir rəvayət yoxdur. Beləliklə də mütəvatir və səhih bir kənarda qalsın. Əl-Muhsini qeyd edir ki, ümumiyyətlə şiə rəvayətləri arasında bu barədə mötəbər heç bir şey yoxdur. Bu sənə, əziz oxucu, qarşına çıxan gürültülü və təntənəli iddialara aldanmamağı öyrətməlidir. İndi gəlin, birlikdə ayə ilə şiə qardaşlarımızın anlayışı alasındakı qəribəliklərə və uyğunsuzluqlara baxaq. Aydındır ki, ayə möminləri mədh edir və onların əməllərini tərifləyir. Əgər burada rüku halında sədəqə vermək qəsd olunsaydı, o zaman sədəqənin bu forması ya vacib, ya da ən azından müstəhəb olmalıydı. Halbuki müsəlmanların ittifaqı ilə rükuda sədəqə vermək nə müstəhəbdir, nə də vacibdir. Əksinə, alimlər bu əməlin namazda artıq bir hərəkət olaraq qadağan olunmasını müzakirə ediblər. Necə olur ki, Allah kitabında bir əməli tərifləsin, amma bu əmələ möminlər tərəfindən əməl edilməsin? Əgər burada sadəcə əlini vəsf etmək məqsədi güdüldüyü iddia olunsa, o zaman bu daha da qəribə bir haldır. Çünki əlini daha aydın, daha sabit vəsflərlə, məsələn, Peyğəmbərin əmisi oğlu və kürəkəni olması ilə vəsf etmək mümkün idi. Üstəlik, əgər ayədə əliyə xas sifət qəsd olunsa, o zaman namaz qılanlar sözü əbəs olacaq. Çünki bu, təkcə əliyə xas deyil. Əgər ayə onun haqqında nazil olmuş olaydı, Əli bunu kütlə qarşısında bir çox münasibətlə dəlil gətirərdi. Şiələr
Özləri nəql edirlər ki, o, Şura günü Qədir Xum rəvayətini və digər fəzilətlərini dəlil gətirib, bəs niyə Quranda şiələrin ən əhəmli dəlil saydıqları vilayət ayəsini dəlil gətirməyib? Həmçinin əgər şiələrin verdiyi təfsir doğru olsaydı, o zaman Əli hətta Peyğəmbərin sağlığında da möminlərin əmiri olmalı idi. Bunun isə batil olduğu aşkardır. Bütün bu dediklərimizdən başa düşülür ki, sözü gedən ayədə imamət təyinatı ilə bağlı heç bir şey yoxdur. Bu həqiqəti görüb başa düşən şiə alimlər etiraf ediblər ki, vilayət ayəsi mənası aşkar olan dəlillərdən deyil, lakin gizlindir. Əli bin Tabərsi və Muhammed Cəfər Əl-Astarabadi bu ayəni gizli nəhsin misalları arasında zikr edirlər. Ona görə də ayənin içində tapmaca formasında gizlin olan bu mənanı aşkara çıxarmaq üçün rəvayətlərə ehtiyac yaranıb. Muhammed Əl-Mumin Əl-Qummi deyir ki, bu mənanı mübarək ayədən açıq şəkildə çıxarmaq çətin ola bilər. Buna görə də rəvayətlər bu məsələdə gözəl bir yardım rolunu oynayır. Eyni həqiqəti biz Əş-Şərif Əl-Murtədanın argumentlərində də gördük. Ona görə də Əl-Cahiz deyir ki, lakin sözün zahiri mənası təfsirçilərin, məsələn İbn Abbas və başqaları dediyi kimi başa düşülə bilər. Onlar bu ayənin Abdullah bin Sələm və bir qrup müsəlman olmuş kitab əhli barədə nazil olduğunu iddia etmişlər. Belə ki, onlar qövmünün düşmənliyindən şikayət etdiyi bir anda bu ayə nazil oldu. Peyğəmbər bu ayəni oxuduqda onlar dedilər, biz Allahın, onun rəsulunun və möminlərin vəlayətinə razıyıq.